internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınması dövlət rüsumu 15 manatdır. Yəni bu burada ümumi göstərir. Yəni bu funksiyaları olmayan telefonlar ümumi 15 manatdır dövlət rüsumu. Yəni qeydiyyatdan keçməyə 15 manatdır. Sonra deməli 100 dollara qədər deməli ölkə xaricdən gətirdiyiniz telefonların dövlət rüsumu 20 manatdır. Sonra 100 dollardan 200 dollara qədər, yəni bu aralıqda aldığınız telefonların, ölkə xaricindən aldığınız telefonların dövlət rüsumu 30 manatdır. Sonra 201 dollardan 400 dollara qədər, yəni bu aralıqda aldığınız telefonların dövlət rüsumu deməli qeydiyyat üçün dövlət rüsumu 40 manatdır. Sonra 401 dollardan 700 dollara qədər bu aralıqda aldığınız telefonların qeydiyyat üçün dövlət rüsumu 50 manatdır. 701 dollardan 1000 dollara qədər ölkə xaricindən aldığınız telefonların qeydiyyat rüsumu, yəni qeydiyyat üçün dövlət rüsumu 70 manatdır. Deməli, 1001 dollardan yuxarı olduqda, yəni standart qiymət dövlət rüsumu 100 manatdır. Yəni bu formada inşallah məlumatlana bilərsiniz. Deməli, mobil cihazların qeydiyyat tarifləri haqqında çəkdiyim video bu qədər. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.